Nə keçmiş həyatda nə işlər görübsə, həmin işlər bu həyatında, indiki bədənində onun başına gələcək. Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, bugün Dərman dayı ilə birlikdə İslam dini müqəddəs kitabı olan Qurani-Kəriminin bir çox surələrini, mənasını və tərcüməsini sizlərə izah edəcək. Amma onu qeyd edeyim ki, həmin o tərcümə, həmin o mənalar sizin heç vaxt eşitmədiyiniz, heç bir dini alimlərin, dindarların, dırnaq arası özünü din alim sayan insanların fikirlərinə istinad eləməyəcək. Hansısa bir təsirlərə istinad eləməyəcək. Həqiqət, reallıq nədirsə onu sizə izah edəcək, mənalarında göstərəcək. Bu videonu əgər YouTube-dan izləyirsinizsə, kanala abunə olmağı unutmayın, bəyənməyi, like atmağı unutmayın. Bir də bildikləri açıq saxlayın ki, növbəti videolarda sizin xəbəriniz olsun. Yox, əgər bu videonu TikTok-dan izləyirsinizsə, plus işarəsinə toxunun, videonu bəyənməyi unutmayın, rəy bildirməyi unutmayın. Və bir də təkrar paylaşım eləyin ki, sizin kimi bir çox insanların qarşısına bu videomuz çıxsın. Keçək yeni videoya. Keçək də Keçək. getdik. Dayı, deməli Qurani-Kərimin birinci surəsi Fatihə surəsi. Fatihə surəsi. Onu istəyirsiniz mən həm ərəbcə, həm də tərcüməsini mən sizə deyim, siz yavaş-yavaş mənasını izah edin. Olar? Gəl əvvəlcədən belə bir söz deyim ki, yəni sən dedin də biz bildiklərimiz heç bir alimlər, zatlar Təbii ki. eləmir. Yəni insanlar bunun hər dəfə, hər videomuza baxsalar, abunə olsalar, cəm şəkli başa düşəcəklər. Yəni Quran nədən danışır? Onu da deyim ki, Quran ondan danışır ki, yer üzündə insan 4 saat işləməlidir. Onun müqabilində bütün naz neymətlərdən istifadə eləməlidir. Yəni bedava, pulsuz istifadə eləməlidir. Və boş vaxtını sərf eləməlidir. Ailəsinə, nə bilim, elmə, kimin marağı nəyədir ona. O şəkli tam şəkildə görə biləcəksiniz. Və o nə üçün lazımdır, niyə lazımdır o? Deməli Fatihə surəsinin başlayaq bir ilk növbədə. Deməli Fatihə surəsi ərəbcə oxuyuram həm də Azərbaycan dilində tərcüməsini oxuyuram. Fatihə surəsi 1-ci ayə. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adı ilə. İndi gəlin araşdıraq, Rəhim nədir və Rəhman nədir? Rəhim və Rəhman sözləri. Rəhman, Allah Taala deyir, Rəhman və Rəhimli Allahın adı ilə. Yəni, bunlar başqa-başqa şeylərdir. Rəhman sözünün mənası belə bir müqayisə edin. Yəni, insanlara aid olandan danışımda, insanların yaxşılığını istəyən ki, insan bir yaxşı bir nəticə əldə etsin, zirvəyə ucalsın, yəni problemsiz yaşasın. O bir sizinlə oxşayır, elə bir ata uşağı cəzalandıranda, elə bir uşaq bir axmaq iş görüb, atanın sözündən çıxıb kənara, ata onu cəzalandırır. Məyər atanın uşaqdan zəhləsi gedir, çox istədiyindən cəzalandırır ki, bir də elə səhvlər eləməsin. Çox istədiyindən cəzalandırır ki, bu düzəlsin də, yəni yaxşılığını istəyir ata onun. Yəni bu atanın ona belə deyək, indi Allah deyir ki, Rəhmandır, o həmin o Rəhman sözü ora aiddir. Rəhim sözünün mənası, tutaq ki, Allah Taala uşağı, ata uşağı qoydu küncə. Bazı uşaq indi sözə baxmayıb qoyub küncə. Onu o ömrünün axırınacan saxlamır ki. Bir müddət saxlayır ki, uşaq orada neysə başa düşsün, fikir değişsin, nerəsin. Hə, uşaq orada heç nəyə başa düşmür onsuz da, deyir ki, valideynin pisdir. Onu o ömrünün axırınacan saxlamır ki. Bir saat yarım, bir yaxşı gəl çıx bu ərə. Yəni, rəhimi gəlir ki, gəl çıx bu ərə. Bax, Allah Taala böyük insanlarla da eyni o cürlə rəftar edir. Yəni, Allahın sözündən çıxdın, insan düşür çətinə. Düz yoldan gedmirsən, düşürsən çətinə. Belə deyil. Allah Taala deyir ki, yalan danışma. Gelib kimi salladımsan. Yalanın da çıxıb düzə, gəlib üstüne qışqırırlar, nə bilim, böyürlər, öldürürlər. Cəzasını çəkirsən. Cəzasını çəkirsən. Amma ömrünün axırınacan olmur ki o. Yox, təbii ki. Yəni, Allah rəhm edir də ki, beşdir. Bəlkə sonra başa düşər.
Bax, Allah Taala o cür rəftar edir insanlarla. Yəni Rəhman və Rəhimli, bilmirəm nə dərəcədə anlada bildim. Başa düşdük. Amma yəqin ki, izləyicilərimiz də tam yəni orada öz fikirlərini deyərlər. Keçək növbəti 2-ci ayəsinə. Elhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Rəbb sözü tərbiyə edən, düz yol göstərən, bax gör orada nə yazılır. Tamam, araşdırma eləyək. Tam şəkildə izahını verə bilmirəm. Ona görə oradan bir soruşaq. Rəbb sözünün mənası nədir? İlahdır, yaradandır, tərbiyə edəndir. Rəbb ərəbcə sözünün əsas mənası sahib, ağa, tərbiyə edən deməkdir. Evet. Yəni bu bütün kainatın sahibi, yaradanı və tərbiyə edənidir. Yəni biz burada tərbiyə alırıq. Bu bəzi demək, ata necə uşağı cəzalandırır. Bax o cür Allah Taala bizlə rəftar edir. İndi bilmək lazımdır ki, Allah nədir, kimdir? Ümumiyyətlə o nə olan bir varlıqdır ki, o bu cürlə tərbiyə edir. Yaradandır. Misal üçün götürək ki, yaradan. Din xadimləri, din alimləri ancaq Allahın sifətlərini bilirlər. Yəni o yaradandır, ədalətlidir, filandır, besmükandır. Amma nə olduğunu bilmirlər. Bizlərə, həmçinin bir çox insanlara, yəni xüsusiyyətlərini izah edirlər. Xüsusiyyətlərini izah edirlər. Mərhəmətlidir, rəhəmlidir. Amma o nədir? Tam olaraq nə olduğunu, yəni. Onu izah verə bilmirlər, başa sala bilmirlər. Çalışacağım onu da izah edim. Allah İncildə də, Tövratda da, Quranda da deyir ki, mən həqiqətin özüyəm, yəni reallığın özü. Həqiqət nədir? Reallıq. Bütün yaradılışın yaranma prosesi var. Düzdürmü? Təbii ki, insan, dünya və digər şeylər. Onun təbii, onun bir prosesi var da. Bax, həmin prosesi bilən, həmin həqiqətdir də. Yəni, həqiqət bilir ki, bunu, o prosesi düzüb qoşur. Ateistlər deyir ki, Allah yoxdur. İndi biz bilirik ki, Allah həmin o həqiqətdir də, o həqiqi prosesi bilən, ancaq həqiqətin özüdür. Bəli. Bu ateistlər deyir ki, Allah yoxdur. Sözü kəsinəm üzülü sadə. Ateistlər özləri də bilmədən Allahın varlığını sübut edirlər də mənə. Onlar Allahı axtarırlar. Amma yəni həqiqəti axtarırlar. Çünki hər şey elmə bağlıdır. İnsanın yaranması, dünya yaranması. Bəli. Məsələn, bu elmin kökündə də həqiqət dayanırsa, həqiqətdə Allah. Allah nədir? Haqq mənəm. Düzdür. Bəli. Yəni istər-istəməz Allahı istər-istəməz bunlar Allahı sübut edirlər. Amma bu din xadimlərində, istəyir xristiyan, istəyir yahudi, istəyir indiki müsəlmanların o beynində olan Allahları inkar edirlər. Onlar əsl Allahı axtarırlar, amma deyirlər ki, Allah yoxdur və onun sübutlarını axtarıb cəmaata çatdırmaq istəyirlər də. Qardaş, Allah yoxdursa, yəni həqiqət yoxdursa, onda heç nə yoxdur. Nə sən varsan, nə mən varam, nə ev var, nə maşın var, heç nə yoxdur. Allah Taala, misal üçün Quranda deyilir ki, sizə elə bir mini vasitələri verəcəm ki, heç ağlınıza gəlmir də, yəni belə lor dildə deyirəm. O vaxtda atda, dəvədə, eşəkdə, zadda gezirdilər. Nəqliyyat vasitələri də olur. Kim nə bilir ki, maşın olacaq, samolyot olacaq. Allah Taala, yəni həqiqət, bir balaca öz-özünə açır. Yəni həqiqəti kiməsə göstərir də, hansısa insanlara. Bir nəfərə bütün həqiqəti göstərmir. Yəni insan ona dözə bilməz. Yəni bütün elmləri sıfırdan axıra qədər bir nəfər bilə bilməz. Ona yerləşməz. Ona görə Allah Taala insanlara öz üzünü bir balaca açır da, yəni həqiqəti verir onlara. Biri başa düşür ki, samolyot necə uça bilər? Allah Taala o həqiqətini verir ona ki, qanadı belə düzəlt, o külək vuracaq, samolyotu qaldıracaq. Birini onun mühərrikini verir ki, o mühərriki necə düzəltmək olar. O birisine verir ki, onun
hissələrini hansı materialdan düzəltmək lazımdır ki, o dözsün. Yəni bu böyük bir prosesdir. Yəni tək insan bunun heç birini düzəldə bilməz. Ona görə Allah Taala deyir ki, Allah birdir. Başqa da deyir ki, təkdir. Yəni bu təklə bir başqa şeylərdir. Bir yəni birləşmiş. Biraz səndə deyil, biraz obasında deyil, biraz babasında deyil. Onlar yığışırlar, nəsə ortalığa çıxarta bilirlər. Həqiqəti ortalığa çıxardı belə. Hə, yəni o həqiqətdən istifadə edib nəsə ortalığa çıxartırlar. Telefon deyil, nə bilim, maşın deyil, samolyot deyil. Çox şeylər var da, insanlar elə bilir ki, özləri icad ediblər. Allah deyir, axı deyir, mən sizə verəcəm. Yəni Allah salır o insanın beyninə. Dəfələrlə olub ki, oturmuşam bir məsələ üstə başımı sındırmışam, heç nə tapa bilməmişəm. Sonra bir namaz qılanda, sakitçi olanda elə bir kimsə gətirir beynimə salır onu. Anidən gəlir. Deyir, o barədə fikirləşmirəm. Deyirəm, bu qədər Hasan. Halbuki amma saatdan onun üstündə Aylarla, saatlarla yox, aylarla fikirləşir ki, tapmaq olmur da. Birdən gəlib düşür adamın beyninə. O beyninə kimdir salan, həmin o həqiqətdir. Keçək 3-cü ayəsinə. Keçək. Ər-Rəhmanir-Rəhim. Rəhman və Rəhim olana. O Rəhmanla Rəhimli Birinci ayəyə onu araşdırdım da. 4-cü ayəsi. Məliki yavmiddin. Din gününün sahibinə. Orada təfsirdə Mötəzidə axirətdə yazılıb. Din gününün sahibinə. Din o vazdayəniyə. Yəni belə deyək də mükafat gününün sahibinə. Din sözü məncə o deməkdir orada. Deyir, kim istəsə araşdıra bilər. Sən də araşdır. Din sözünün mənasını araşdır. Hə, bir də araşdır. Deməli, din sözünün mənası. Ən maraqlısı ondadır ki, mən ərəb dilini bilmirəm. Ən möcüzəlisi ondadır. Din sözünün ərəbcə kökü 3 mənə daşıyır. İtaət, cəza, yəni mötəzə mükafat və adət, ənənə. Cəza və mükafat. O dedildi, mükafat günü. Tamam, elə çıxdı tərcümə. Yəni həqiqət həmin günün, indi o araşdıracaq ki, həmin gün nə günüdür? Yəni o din gününün, yəni o mükafat gününün sahibi. O nə günüdür? İndi əvvəlki videolarımızda reinkarnasiyadan danışmışıq, elə də danışacağıq. O həmin günün sahibidir. Yəni insan ki, yenidən dünyaya gəlir körpə şəklində. Və keçmiş həyatda nə işlər görübsə, həmin işlər bu həyatında, indiki bədənində onun başına gələcək. Mükafat olaraq, ya mükafat olaraq, ya cəza olaraq. Pis işlərlə məşğul olmuşsan, cəza. Yəni həmin şeylər gələcək baş. Belə bir ki, sənə şillə vurmuşam, elə belə. Həmin şillə mənə deyəcək. Kim nə eləyibsə, yəni onun qarşılığını görəcək. Hə, onu mütləq görəcək. Allah Taala çünki o bu sayələrdə deyir ki, zərrə qədər də haqqınıza girməyəcəyik. Zərrə qədər haqqınıza girməyəcəyik. Bilirsən nə deməkdir? Qardaş, mən sənə şillə vurmuşamsa, mənə şillə deyməlidir. Məni daimi odun içində niyə yandırırsan ki? Məntiqlə, məntiqsizlik də yəni. Əlbəttə ki, mən 5 nəfərin başını keçmişəm. Eləyib ölüblər. Düzdürmü? 5 dəfə başım kesilsin də məni daimi alov içində niyə yandırırsan ki? Sadəcə din xadimləri deyirlər, alovda yanacaqlar, alovda yanacaqlar. Onlar bilmirlər onun alovudur. Yəni onun izahını indiyəcən heç kəsdən eşitməmişəm. Ancaq Quranda deyilir, həmin alov qəlblərin üstündə qapanar. Həmin alov qəlblərinin üstündə qapanar. Yəni insan içərdən partlayır, yanır. Bu niyə belə oldu? Mən niyə bu gündəyəm? Bəsdir də, nə qədər olar? Məndən nə istəyirsiniz? Mənəvi cəhətdən, yəni alov yanacaq. Burada çox şeylər çıxır. Üzərində deyəcəklər ki, reinkarnasiya heç kəs sübut eləməyib. Bəli, heç kəs sübut eləməyib. Yəni o heç kəsin yadında qalmır keçmiş həyat. Kiminsə yadında qalsa keçmiş həyat. Belə deyək də, ki, sənin də yadında qalıb, mənim də yadımda qalıb. Bəlkə mən keçmiş həyatda
bütün nəslini öldürmüşəm, keçmişəm, incidmişəm, eləmişəm. Öz qeyrənmər idi. Sən mənimlə indi rahat belə danışa bilərsən. Yox. İkinci bir məsələsi, yəni insan təmizlənməlidir, yəni format olmalıdır. Biz elə bil ki, o vaxtki devirdən, indi o yaşlı nəsil var, telefon istifadə edə bilmirlər. Köhnə nəsil, babalarımız. Ona telefon istifadə edə bilmirlər. Niyə? Çünki onların beynində o keçmiş texnologiyalar qalır. Elə bir təzədən dünyaya gəldi, indiki yaddaşla və beyinlə. O yenə də bu telefondan istifadə edə bilmir. O qabağa gedə bilməyəcək. Onun beyni dolu bu şey. O qabağa gedə bilməyəcək. Mütləq insan format olunmalıdır ki, yenidən dünyaya gəlsin və o texnologiyalardan daha yaxşısını düzəltsin. Yəni qabağa getsin. O beyin dolanda onu eləmək olmur. Bu bir tərəfi. İkinci tərəfi də ki, məntiqlə sübut eləmək olur ki, reinkarnasiya var. Məntiqlə. Məntiqlə. Bax, elə bil ki, ürəyə gedmiş insan görmüşsünüz də, yəni çox adam görmüş ki, ürəyə gedib. Çağırırsan, eşitmir. Tərpənirsən, mecna almır. Amma nəfəs alır, yəni orqanlar işləyir. Bu diridir də, ölü deyil ki. Diridir də o. Yaxşı, o adı ilə çağırırsan, familiyası ilə çağırırsan, sual verirsən, sən cavab vermir. O yoxdur. Hissiyat yoxdur da. Həyatda yoxdur. Amma diridir. Düzdür mü? Yəni o həmin an şəxsiyyəti itir. O özünü tanımır ki. O heç nə anlamır, başa düşmür, amma diridir. Yəni onu diri saxlayan nədir? Həmin o ruhdur. Ruh onu diri saxlayır. Bunun huşu gedib, yəni şuuru gedib, bunun yaddaşı itib, hər şey sönüb də. Başa düşdüm. Yəni bunun şuuru gibi, beyni işləmir də, amma ruhu onu diri saxlayıb da. Allah Teala insana ruhu verir və özünüzə indi baxın, elə bil ki, qıraqdan baxın. Elə bilin ki, siz indi körpə və təzə dünyaya gəlmişsiniz. Özünüzə qıraqdan baxın. Sizin beyniniz boşdur, heç nə yoxdur beyninizdə, düzdürmü? Düz. Amma dirisiniz. Düzdürmü? Amma diri. O körpə uşaq böyüdükcə birinci onun ailəsi, onun beyninə başlayır neysə yeritməyə. Yəni öz bildiklərindən başlayır yeritməyə. Sonra bu uşaq çıxır küçüyə. Yəni mühidə çıxır. Mühid bunun beyninə nəsə yeridir. Həmin dili öyrənir. Məktəbə gedir, məktəbdən öyrənir. Məktəbdə nəsə öyrədirlər buna, falan besmikən. Və şəxsiyyət formalaşır. Şəxsiyyət. Deməli, şəxsiyyət nədir? Şəxsiyyət qıraqdan həmin o uşağın beyninə yerləşdirilən bir şeydir. Bir toplum. Bir şeydir, şəxsiyyət. Amma uşaq olarkən şəxsiyyət deyildi də, yəni içində heç nə yox. Ağ vərək, boş. Amma diriydi. Allah, yəni yaşa çatdıq, qocaldıq, elədik, yaxud da müharibədə öldük, yaxud hansı bir yolla dünyamızı dəyişdik, öldük. Yenidən körpə şəkildə dünyaya gələndə, indi, misal üçün, bu həyatda biz Azərbaycanda dünyaya gəlmişik. Növbəti həyatda bəlkə Rusiyyətdə dünyaya gəldik, bəlkə Amerikada. Çox maraqlı bir şeydir. Maraqlı bir şey. Fikirləşizə maraqlı gəlir. Həm gülməlidir, həm maraqlıdır. İndi Ukrayna ilə Rusiyyət müharibə edir də. Ukraynaların Ruslardan zəhlisi gedir, Rusların da Ukraynalardan zəhlisi gedir. Bu həyatda. Növbəti həyatda yerlərini dəyişəcəklər. Məsələn, mən Rusiya əsgəriyəm, qışqıdan Ukraynalı pisliyi falan. Təzən edirəm müayinlər Ukraynada doğulan. Rusiyada. O əmin tərsinəsi. Rusiya deyirəm ki, Ukrayna pisliyi falan. Tərsinəsini qışqırırsan. Ona görə insan ilk növbədə milliyyətçiliyindən əl çəkməlidir. İlk növbədə insan olmalıdır. Və anlamalıdır ki, onun bu həyatda nə edirsə, növbəti həyatında bunu Allah deyir, mən demirəm ki, mütləq başında çatlayacaq. Bunların qısaca toplumsudur, din günü, yəni mükafat budur da. Uşaq dünyaya gəldi, onun mükafatı, onun hansı ailədə doğulduğu, hansı torpaqda doğulduğu, o onun gələcəyini bəlli edir. Ayrı deyil, onun üçün deyir, din gününün sahibi. Keçək indi növbəti ayəyə.
İyyaka na'budu və iyyaka nesta'in. Yalnız sənə ibadət edir və yalnız səndən kömək istəyirik. Kimdən kimə ibadət eləməlidir insan və kimdən kömək istəməlidir? Təbii ki, Allaha ibadət eləmək və Allahdan kömək istəmək. Allah nədir? Həqiqətin özü. Həqiqətdən kömək istəmək. Həqiqətdən, Reallıqdan kömək istəməlisən və reallığa ibadət etməlisən. Yəni reallığın qabağında başın əyilməlidir. Yəni təslim olmalısan reallığa. Reallıq düz nəticə odur. Reallıq nədir? Xəyalların içində, nağılların içində yaşamaq lazım deyil. Nə keçmişdə yaşamaq lazımdır, nə gələcəkdə. İndikidə yaşayın. Gələcəyi düşünün. Demirəm ki, yaşayın. Sadəcə insanlar var ki, deyir ki, biraz belə işləyəcəm, biraz pul toplayacam, gedib nə bilim maşın alacam, o yana gedəcəm, bu yana gedəcəm. Bu şey gələcəkdə yaşamağa başlayır. Bunu da məsləhət kimi birinə deyir. Məsələn, sən də pulu yığ, topla, gələcəkdə falan şeylər elə. Bunlar da məsələn, yəni, belə başa düşdüm ki, inanmaq olmaz. Yəni, bu məsləhət kimi. Yəni, sən gələcəyi görə bilməzsən. Yəni, o sənin istəklərindir. Elə maşını almamısan. Bu həqiqət deyil də, yəni, o fikrim budur. Yəni, bu həqiqət buna da uymayın da, yəni. Həqiqət nədir, qardaş? Pulun var, qazanmısan. Git maşını al, sür. Bu həqiqət budur da. Yoxsa işləyəcəm, pul yığacam, toplayacam. Mən onun fikrim indi bu idi, mən bunu çatdırmaq istəyirdim. Keçək indi 6-cı ayəsinə. İhdinən sıratəl müstəqim. Bizi düz yolla. Bizi doğru yola yönəlt. Düz yolla aparıya yönəlt. Yəni həqiqətin yoluna. Həqiqətin. Amma həqiqət yolu elə bir yoldur ki, çox adamların xoşuna gəlmir. Misal gətirəm. Misal. Maraqlıdır həqiqətən. Uşağa deyirsən ki, valideyn uşağına deyir ki, bala oxu. Uşaq oxumaq istəmir. Tənbəllik edir, oynamaq istəyir. Qaçıb çölə var. Ona xoş gəlir oynamaq. Quranda bir ayə var, deyir, sizin xoşunuza gəldiyi şey sizə ziyan gətirir. Xoşunuza gəlmədiyi şeylər isə xeyir, Allah daha yaxşı bilir, siz isə yox. Uşağın xoşuna gəlir oynamaq, ona xeyir gətirməyəcək. O elə oynamaqla keçəcək. Bir də ayılıb deyəcək, yoxsuzluq xeyir. Amma kim ki oxuyur, valideynlər onu məcbur eləyir. Kim oxuyur, o da məcbur şəklində oxuyur da. Onu xoş gəlmir axı o. Təbii ki. Amma düz yolla gedir. Elə bir ki, uşaq Allahdan istəyir ki, mən düz yola yönəl, belə deyək. Belə, başa düşdüm mən təbii. Onu elə valideynləri verir ki, valideynlər onun başının üstündə durur ki, oxuy. Özünə pis gəlir, amma özü istədir, amma doğru yoldur da. Amma doğru yoldur. Yəni, doğru yol yetişəsin xoşuna gəlmir. O məntiqlə izah budur da tam həqiqətən. Sonrası? Keçək indi 7-ci ayəsinə. Sıratəl-ləzinə ən'amtə əleyhim qayril məğzubi əleyhim vələzzəlin. Nemət bəxş etdiyin kəslərin yoluna qəzəbə düçar olmuşların və azmışların yoluna yox. Nemət bəxş elədiyin. Nemət bəxş etdiyin kəslərin yoluna. Onu saxla da hələli yolda. Nemət bəxş elədiyin kəslərin yoluna yönəl. Yəni nemət nədir? Bu o şəxslər nəticə alıblar da, yəni xeyir görüblər, oxuyublar, yaxud da nəsə icad ediblər, axırı öz üzərlərinin üstündə işləyiblər. Yəni, ürəkləri istəyən kimi yaşamayıblar. Lazım olan kimi yaşayıblar. Yəni, Allah dediyi kimi yaşayıblar. Lazım olan. Onlar, Allah Teala onlara nemət verir. Yəni, onlar hansı bir zirvəyə çatırlar. Aydını oxu. Qəzəbə düçar olmuşların və azmışların yoluna yox. Qəzəbə düçar olmuşların və azmışların yolu ilə yox. Qəzəbə düçar olmaq, bu din xadimləri deyir ki, Allahın qəzəbinə. Yəni ilk baxışda mən də elə başa düşürəm. Yəni insana elə gəlir ki, bu nəsə belə bir şeydir, Allah göydən qəzəbinə. Allah sənə məsələn bir primer misal çəkim, Allah səni qəzəb edib, səni pis günə salıb, mən həmini baxıram, görürəm sən Allah səni qəzəb edib, belə başa düşürəm də, sənin yoluna yox. Amma əslində elə deyil də. Əslində biz dedik axı, Allah həqiqət. Allah həqiqət. Bir pis iş görərsən, misal üçün mənə qarşı pis iş görərsən, mən qəzəblənib gələrəm üstüvə ki, niyə bunu elədin? Qəzəblənərəm üstüvə.
Ayə də deyir ki, qəzəbə düçar olunmuşlar yolu ilə. Başa düşdüm. Mən ücə başa düşürəm, sən ücə qəzəblənmirsən də, qəzəbə düçar olmusan. Hər addımı qəzəbləndi. Ücə düçar olsan qəzəbə. Belə sən mənim qəzəbimə düçar olmusan. Qəzəblə gəlmişəm axı. Mən sənin qəzəbə düçar olmuşam. Asıl. Bu halda, yəni sən pis iş görmüsən, mən qəzəblənib gəlmişəm üstüvə. Sən mənim qəzəbimə düçar olmusan. Onu qışqırıram da. Səbəb olubsan. Yəni sənin qəzəbə mən səbəb olmuşam. Yəni axmaq iş görmədən qəzəbə düçar olmamaq üçün axmaq iş görmürəm. Yaxud da ki, öz qəzəbə düçar olmusan. Elə bil ki, mən əgər Allahın dediyini anlamışamsa, bilirəmsə, sən lap axmaq iş də görsən, mən sənin üstünə qəzəblə gəlməməliyəm. Onda mən öz qəzəbimə düçar oluram. İki başlıdır da orada, iki başlıdır. Mən qəzəblə gəlirəm sənin üstünə, sən yaratmışsan. Əlavə də mən öz qəzəbimə düçar olub gəlmişəm də sənin üstünə. Yəni Allah Taala deyir ki, qəzəbə düçar olunmuşların yolu ilə yox. İstəyir öz qəzəbinə, istəyir kiminsə qəzəbinə. Düçar olunmuşların yolu ilə yox. O dilləri hirişli başda ağıl olmur. Hirişlənir, bıçağı da vurur, nə bilim, bölür də, əzir də, sındırır da. Və azmışların yoluna yox. Azmışların da yoluna. Elə insan var ki, qəzəblənmir, sakitdir. Yəni, indiki çox xristianların da dindarları var, yahudilərin də dindarları var, müsəlmanların da dindarları var. Onlar qəzəblənmirlər. Yəni, insanla xoş danışırlar, sakit danışırlar. Amma yolları səxtdir, yəni yollarını azıblar. O qədimi devirdə Yusuf Peyğəmbər kinosuna baxmışdınız. Orada kahinlər var idi, olan din xadimlər var idi. Onlar insanlarla sakit danışırdı. Qəzəblənmirlər ki, sakit. Yəni, zahiri görüş oydu ki, bu qəzəblənmir. Manipulyasiya elmi. Amma yolunu azıbdır. Yəni, o daşa sitayiş edirdi. Həqiqətə yox, daşa sitayiş edirdi. Həqiqəti anlamırdı. O həqiqəti gizlədirdi və cəmaata uydurmanı çatdırırdı. Qəzəbə düçar olmuş və azmışların yoluna yox. Bu qədər daha xoş oldu həqiqətən. İlk videomuzda inşallah baxımlı olar. Əsl İslam həqiqətdən yapışmaqdır. Allah Quranda deyir ki, Allahın ipindən möhkəm yapışın və bölünməyin. Amma indiki müsəlmanlar bölünüblər. Biri şiyyədir, biri sünnidir, biri salafidir, biri nə bilim nə deyir, 73 dənə şeylər var da. Firqələrə var. Niyə? Çünki hər ikisinin beynində nə bilim həqiqət deyil də, nağıl danışırlar insanlar. Belə deyir də, ay cəmaat, inciməyin, din xadimləri, nə bilim, ay indiki möminlər, inciməyin məndən, xahiş edirəm sizdən, sadəcə eşidin. Din alimləri nə icad ediblər axı? Nağıldan başqa, nə bilim, insanlara möcüzəli şeylərdən, rəvayətlərdən danışmaqdan başqa nə icad ediblər axı? Onların icadından nədən istifadə edirsiniz? Maşınını sürürsünüz, onların icad elədiyi maşını sürürsünüz. Yaxud da telefonlarını işlədirsiniz. Nə bilim, onlar heç adi şüşəni icad eləməyiblər. Adi şüşə icad eləməyiblər. Onlar ancaq nağıl qururlar. Bu qədər, mən daha bilmirəm nə deyim, nə tərdim. İnşallah hər kəsin o həqiqi İslamı dərk eləmək ümidiyim. İnşallah.